Dünən Milli İnsan Resursları Forumunda çox hörmət etdiyim mütəxəssis Şəms Mustafayeva gender bərabərliyi ilə bağlı bəzi fikirlər səsləndirdi. Əmək haqqı bərabərliyi məsələsini mən əvvəlki videoda fikir bildirmişəm. Buradakı fikrim isə məhz atalıq haqqları barədədir, çünki birbaşa bizə kişilərə təsir edir. Şəms xanımın fikrincə bizim qanunvericilikdə atalara ayrılmış 14 günlük atalıq məzuniyyəti yetərli deyil. Onun sözlərini sitat gətirərək biz atasız uşaqlar böyüdürük. Atalar daha çox uşaqların qayğısına qalmalıyıq və onların böyüdülməsində iştirak etməliyik. Bəli, düzdür, amma bir dənə əmma ilə. Dünyada bütün uşaq psixoloqlarının arasında bir konsensus var ki, 2 yaşına qədər uşağa ana yetərlidir. O da onunla izah olunur ki, ataların rolu uşaqların böyüdülməsində oynamaqdır və riski öyrəşdirməkdir, həyat risklərini öyrəşdirməkdir. Misal, uşaq yerdə gəzirdə qarışqa götürdü, yedi, zibil götürdü, ağzına atdı, hansısa bir pişiklə, itlə oynamağa başladı. Analar buna heç vaxt icazə verməyəcək, amma atalar deyəcək ki, eybi yoxdur, ged elə ginən, ged elə ginən. Yəni, bu oyun məsələsində və bu uşağın inkişafı üçün çox vacibdir. Bu oyun çərçivəsində uşaq daha da güclənir. Analar heç vaxt bunu etməyəcək. Bütün bunları 2 yaşından sonra etmək lazımdır. Çünki 2 yaşına qədər uşağa daha çox qayğı lazımdır və qayğı və təhlükəsizlik sırf ananın prerogativasıdır. Mənim fikrimcə 2 yaşına qədər uşağa ata yox, qadına kişi lazımdır yanında. Bu 2 il ərzində kişi ayağını daha çox qaza basıb, daha çox pul qazanmalıdır və bu pul hesabına qadının həyatını rahatlaşmalıdır. Bunun üçün xadimə tuta bilər ki, ev işləri ilə məşğul olmasın, uşağa fokuslaşsın. Ona çoxlu gül, çiçək, hədiyyə, qızıl, brilliant nə imkanı çatırsa onu etməlidir. Hər altı bazar gəlib arvadının cibinə pul basmalıdır. Kişi dedi ki, canım get ginən dincəl ginən, rəfiqələrinlə görüş, salona get, spaya get, dincəl ginən. Uşağı mən götürürəm, uşaq mənlikdir bu 2 gün. Sən 5 gün baxmısan, indi sənin vaxtında özünə bir vaxt ayır ginən. Mənim fikrim ki, əslində qadınlar bunu istəyir. Qadınlar istəmir ki, 2 il ərzində onların kişisi getirsin, pampers dəyişməklə kömək eləsin. Əgər bu fikirlə razısınızsa, kommentlərdə bildirin. Sizə hansı kişi lazımdır? Uşağın yanında olan ilk 2 il ərzində, yoxsa ilk 2 il ərzində sizin yanınızda olan kişi lazımdır? Buyurun.